73-cü suala baxırıq ki, X maddəsi bərk maddədir, suda həll ola bilir. Y maddəsi mayedir, suda həll ola bilir. Z maddəsi isə bərk maddədir, suda həll olunmur. X maddəsi bərk maddə, suda həll olan, deyək ki, şəkərdir. Şəkərlə suyun qarışığı eyni cinsi qarışıqdır. Birincidə deyir ki, X plus su eyni cinsi qarışıqdır, bu doğrudur. Sonra ikincidə Y mayedir. Maye qarışıqları eyni cinsi olan spirtlə su. Spirtlə su qarışığı da eyni cinsidir. Y plus su müxtəlif cinsidir, 2 səhvdir. Sonra Z suda həll olmursa, qumla su qarışıqdır. Süzmə üsulu ilə ayrılır. 1-3-dür. Cavab X su distillə ilə ayrılır. X su distillə deyildir. X su X-lə suyu buxarlandırma, kristallaşdırma üsulu ilə ayrılır. Əslində X su distillə götürə bilərik. Bu çünki kimya bu ilki 7-ci siniflərdə sadə distillə və franksiyal distillə üsulu var. Sadə distillə üsulu ilə ayrıla bilər, amma franksiyal distillə üsulu ilə ayrıla bilməz. Bu sualda 1-3-dür doğru cavab. Amma bu keçmişin testi deyil, 1-3-dür. Cavab 1-4, 3-4 də ola bilərdi yenə.